Salam, Ədliyyə İnfoazın sual-cavab rubrikasındasınız. Bugün sosial şəbəkə və hüquqi məsuliyyət mövzusundan danışacağıq. Aparıcınız mən Şəhla İlkay, qonağımız isə hüquqşünas mediator Zahir Quliyevdir. Xoş gördük Zahir bəy. Xoş gördük Şəhla. Keçək ilk suala. Buyurun. Zahir bəy, sosial şəbəkədə təhqir olunsam, hüquqi qaydada necə müdafiə oluna bilərəm? Sosial şəbəkədə təhqir olunsaz, bu Cinayət Məcəlləsindən tövsif olunur. Cinayət Məcəlləsinin 147-148-ci maddələri əgər şəxsin şəxsiyyəti, təhqir edən şəxsin şəxsiyyəti məlumdursa, əgər həmin şəxsin şəxsiyyəti məlum deyilsə, sonradan qanunvericiliyə əlavələr olundu. Cinayət Məcəlləsinin 148-1-ci maddəsi də şamil olunur və hüquqi məsuliyyət yaradır, hətta cinayət məsuliyyəti yaradır. Bu halda xüsusi ittiham qaydasında ərizə ilə birbaşa özünüz xüsusi ittihamçı rolunda çıxış edərək məhkəməyə müraciət edə bilərsiniz. Əgər bunun hüquqi məsuliyyətini də sorursanız, bu həm cərimə cəzası, eyni zamanda da 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə də nəticələnə bilər. Təşəkkür edirəm. Sosial şəbəkə yazışmaları məhkəmədə sübut kimi qəbul edilirmi? Təbii ki, nəinki sosial şəbəkə yazışmaları, telefon danışığı, telefon danışığı zamanı səs yazısı, WhatsApp yazışması, WhatsAppdakı səs yazısı, eləcə də digər sosial platform üzərlərindən yazışmalar, eləcə də bəzən şərhlərin özləri də, ki belə şərhlər olur bəzən, şərhlərin özləri də sübut qismində, sübutun bir növü qismində məhkəmədə qiymətləndirilir. Bəs sosial şəbəkədə paylaşıma görə hansı hallarda hüquqi məsuliyyət yaranır? Bəzən insanlar təhdid, tənqid, təhqir, hədə-qorxu arasındakı fərqləri aid edə bilmirlər və tez-tez bu tip müraciətlər olur ki, məni təhqir edib, məni şantaj edib, hədə-qorxu gəlib. Amma bu əgər həqiqətən də təhqirdirsə, şərəf və ləyaqətin alçalmasına, işgüzar nüfuza xələl gətirən ifadələrdirsə, video görüntülərdirsə, eyni zamanda şər böhtandırsa ki, nəticə etibarilə şərəf və ləyaqətin alçalması və işgüzar nüfuza xələl gətirən hallardır, bu halda məsuliyyət yaranır. Eyni zamanda sosial şəbəkə üzərindən də təbii ki, açıq və real hədə-qorxular, şantajlar da mütləq mənada cinayət məsuliyyəti yaradır. Aydın, çox sağ olun, təşəkkür edirəm. Xoşdur. Dəyərli izləyicilərimiz, hüquqi suallarınızı Ədliyyə İnfoazın Facebook səhifəsinə və ya 070 222 91 39 WhatsApp nömrəsinə göndərə bilərsiniz. Seçilən sualları növbət buraxılışlarımızda cavablandıracağıq. Mövzu ilə bağlı fikirlərinizi rəy bölməsində yazın. Əgər sizin də hər hansı hüquqi probleminiz varsa, mütləq bizimlə əlaqə saxlayın. Biz sizi hüquqşünasımız Zahir Quliyevlə əlaqələndirəcəyik. Hüququnuzu bilin ki, heç kim onları pozmağa cəsarət etməsin.